İstər kripto valyuta bazarı olsun, istər səhəm bazarı olsun, bu aralar əsəblərimizi korlayır. Səhəm bazarındakı problemlər. Amma bir xahişim var, əsəblərinizi qoruyun. Çünki hər şey beyində başlar. Zehnin gücünü bilmək ən önəmlisidir. Bunu Trump hakimiyyətə gələndə də çox ekspertlər deyirdi ki, əsas sağlamlığınızı qoruyun. Bununla bağlı Empire of the Mind kitabında Nick adında bir olmuş, yaşanmış hadisənin qəhrəmanı var idi. Bu yoldaş sağlam idi, dostlarımla yaxşı münasibəti var idi. Amma bir problem var ki, həmişə ağlında pis düşüncələr olurdu. Hər şeyin ən pisini fikirləşirdi. Və bir gün oradakı böyük soyducuların içərisində qalır və qorxur, öləcəyini fikirləşir, cibində bir qələm alır, oradakı kardonların içərisinə yazı yazır ki, ailəsinə mən sizi çox istəyirəm, amma çox təəssüf ki, burada öləcəm, qalacam, pessimist notlarını yazır və səhər açılanda onun cansız bədənini xaladenikdən, soyuducudan tapırlar. Və ekspertizanın nəticəsinə göstərir. Ekspertizanın nəticəsi onu göstərir ki, Nick soyuqdan ölməyib, Nick havasızlıqdan ölməyib. Sadəcə çünki soyuducu işləmirmiş. Kifayət qədər də oksigen var imiş. Amma Nick o beyninin gücü nəticəsində ona negativ bir enerji verib, ona görə ölüb. Qaldı ikinci məsələyə. Bu günləri